Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli radio dinləyicilərimiz. Dağıstan Radiosu ilə Azərbaycan dilində xəbərlər buraxılışına başlayırıq. Mikrofon qarşısında jurnalist Firuzə Şərifova, rejissor pultu arxasında Svetlana Səid Hüseynova. Respublika rəhbəri Ramazan Abdulətipov tanınmış jurnalist və səyyah Mikhail Kojuxovla görüşüb. O, Kojuxova Respublikada qonaq evlərinin təşkili üzrə tətbiq edilən proqram, kiçik və orta biznesə, o cümlədən turizm sahəsində göstərilən yardım həcmləri barədə məlumat verdi. Dağıstanda bu sahənin inkişafı çərçivəsində ələlxüsus təhlükəsizliyin təmininə xüsusi diqqət ayrıldığını da qeyd etdi. Mikhail Kojuxov öz növbəsində Ramazan Abdulətipova səmimi qəbula, Respublikada etnoturizmin inkişafı ideyasını dəstəklədiyinə görə təşəkkürünü bildirdi və Dağıstana hələ 80-ci illərdə ilk səfərindən baş almış əsl sevgisini açıqladı. Həmin il o, bir səyyah kimi birincilər sırasında dalğalı avar kaysunu katamaranda keçməyə müvəffəq olmuşdu. Qeyd etmək yerinə düşər ki, Kojuxov Dağıstana ölkənin mərkəzi kütləvi məlumat vasitələrinin nümayəndələri ilə cari səfərində Respublikanın başlıca turist marşrutları ilə hərəkət etmiş və gələn ilin yazında Səyyahlar Klubunun ilk turist qrupunun burada yerləşdirilmə imkanları çərçivəsində danışıqlar da aparmışdır. Kojuxovun sözləri ilə onunla birgə Dağıstana təşrif buyurmuş jurnalistlər də Dağıstanlıların qonaqpərvərliyinə heyran qalmışlar. Xəbər verdiyimiz kimi Soçi şəhərində keçirilmiş investisiya forumunda Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulətipov, Rusiya Federasiyasının Rabitə və Kütləvi Telekommunikasiya naziri Nikolay Nikiforov və Rostelekom şirkətinin prezidenti Sergey Kulagin üçtərəfli müqavilə imzalamışlar ki, müvafiq əməkdaşlığın başlıca istiqaməti kimi burada rəqəmli texnologiyaların əlgətərliyi, müasir rabitə xidmətlərindən regionun bütün sakinləri üçün eyni istifadə imkanlarının təmini nəzərdə tutulurdu. Razılaşmaya görə Dağıstanda 309 yaşayış məntəqəsində yüksək sürətli internet əliyetər olacaq. İmzalanmış üçtərəfli müqavilə eləcə də rabitə kanallarının tikintisi üzrə planın tezliklə tətbiqinə yardımcı olacaq və hər hansı mümkün inzibati maneələrin aradan götürülməsinə xidmət edəcək. Respublikanın rabitə naziri Yusuf Malla Məhəmmədovun sözləri ilə əsas diqqət yerlərdə sosial obyektlərin, məktəb, xəstəxana, dövlət müəssisələrinin sürətli internet xətti ilə təmininə yönəldiləcək. Trafikin aylıq qiyməti isə ayda 45 rubl olacaq. Dağıstan nümayəndəliyi bugünlər Krımda çağırılmış İslam tədrisi üzrə beynəlxalq konfransda iştirak edir. Nümayəndəliyin tərkibinə vicdan azadlığı və dini təşkilatlarla qarşılıqlı fəaliyyət üzrə Respublika Komitəsinin sədri Süleyman Məhəmmədov, Dağıstan müftisinin birinci müavini Hacı Əhməd Kaxayev, Dağıstan Humanitar İnstitutunun İctimai Əlaqələr üzrə prorektoru Davud Tumalayev daxildir. Tədbir gedişində Krımda İslam tədrisinin dirçəliş istiqamətləri, Qızıl Orda dövründə Krımda İslam və elm, Krım Muxtar Sovet Sosialist Respublikasının Krım Tavriçeski əyalətində İslam tədrisi, Krım xanlığında təhsil və elm kimi məsələlər müzakirə olunur. Konfransın təşkilatçısı kimi isə Krım Respublikasının Nazirlər Şurası, Krım Respublikası və Sevastopol müsəlmanlarının dindarlar idarəsi, İslam mədəniyyətinə, elm və təhsilinə yardımçı fond və digər təşkilatlar çıxış edir. Dağıstan Moskvada öz işini başa vurmuş Rusiyanın 17-ci Qızıl Payız 2015 Agrosənayi sərgisinin baş mükafatını Grand Prix əldə edib. Respublikanın rəngarəng təbiətini və Narınqalanın tarixi boyalarını özündə əks etdirən sərgi meydançası hamını valih etmişdi. Ələlxüsus Moskvalılar Kizlər və Dərbənd konyak zavodlarının, Dərbənd köpüklü şərablar, ekoloji cəhətdən təmiz istehsalı olan Kikuni konserv zavodlarının, Azamat kəndli fermer təsərrüfatının məhsullarına üstünlük vermişlər. Qeyd etmək yerinə düşər ki, adı çəkilən kəndli fermer təsərrüfatı Rusiya ərazisində ən yaxşı inkişaf göstəricilərinə malik təsərrüfatlardan sayılır. Sərgiyə eləcə də Saqratıl, Pişevik, Dido, Bostorqay və Respublikanın bir sıra başqa kənd təsərrüfatı müəssisələri də öz məhsullarını göndərmişlər. Burada bir neçə investisiya layihələri də təqdim edilmişdi. Cari il ilk dəfə olaraq
Qızıl Payız 2015 sərgisi çərçivəsində Milli Mədəniyyətlər Festivalda təşkil edilmişdi ki, burada da yaradıcı kollektivlər regionların mədəniyyətini nümayiş etdirmişlər. Dağıstanı festivalda Namus uşaq ansamblı təmsil edirdi. Siz son xəbərlərə qulaq asdınız.